Həsəd eləyən də Allaha etiraz edir ki, ne üçün ona vermirsən, mənə verməmsən, ona verməkdə düz eləməmsən. Həsəd eləyənin sözünün mənası budur. O qədəri qurdalayan insanlar da belədir. Qədəri qurdalayır ki, yazırdısa elə da belə yazardı da. Madam ki, rəhimlidir, madam ki, varlıdır, aləmlərə ehtiyacı yoxdur. Yox, sən bilmirsən, hikməti var hər bir şeydə. Ona görə elm əhlidir ki, kimlər ki, kasıbdır, kasıblıq onun üçün xeyirdir deyə Allah onu kasıb saxlayır. Kimlər ki, varlıdır, varlılıq onun üçün xeyirdir deyə Allah da onu varlı edir. Çünki bəzi varlı insanlar, onlar kasıb ola bilməzlər. Kasıblıq onları Allaha qarşı aparacaq. Bəzi kasıb insanlar varlı ola bilməzlər. Çünki varlılıq onları Allaha asiliyə aparacaq. Ki versən, Vallahu ya'lemu və entum la ta'lemun. Allah bilir, siz bilmirsiniz. Allahın hikmətindəndir ki, sənə vermir. Şeyx Abdurrazzaq deyir ki, Allah sənə malı, mülkü verməməklə sən elə bilirsən səni alçaldıb. Yox, vallahi, səni nə qədər ona qarşı gələcəyin asiliklər, günahlar kimi onlardan səni xilas edib, qoruyub səni onlardan. Həmçindir ki, varlı adam, sən elə bilirsən, Allah Teala sənə çoxlu mal verməklə səni izzətləndirir. İzzət deyir, onda deyil. İzzət, sənin qəlbində olan Allah qorxusudur ki, sən o malı düzgün istifadə edə bilirsən.